Tanış olun. Bu gənc qızın adı Leyladır. O Azərbaycanlı bir qızdır. Azərbaycanda doğulub, Azərbaycanda yaşayır. O çox bacarıqlı, çox istedadlı bir qızdır. Amma ona mane ola biləcək bir səbəb var. Onun valideynləri çox kasıbdırlar. Hər bir gənc kimi Leyla da öz gələcəyini düşünür. Onun valideynləri ona deyir: qız üçün ən yaxşı sənət müəllimi olmaqdır. Get müəllimi ol, dərsini de, sonra evə gəl, uşaq da hazırlayarsan və yaşayarsan. İndi uşaq hazırlayan müəllimələr çox yaxşı pul qazanırlar. Amma bibisi ona deyir: yox Leyla, sən mütləq həkim ol. Çünki həkimlər indi çox yaxşı yaşayırlar. Bir həkimin qəbulu minimum 50 manatdan başlayır. Həkimlərin hamısının qapısında növbə var. Həkim olsan, sən çox varlı olacaqsan. Hər nəslin həkimə ehtiyacı var, mütləq həkim ol. Amma xalası ona deyir: Leyla, incimə. Amma sənin valideynlərin kasıbdır. Sənin valideynlərimin səni müəllim yanına göndərmə imkanları yoxdur. Tutaq ki, universitet oxudun, oranı bitirdikdən sonra səni işə düzəltmək üçün tanışları yoxdur. Ən yaxşısı sən yaxşı bir oğlan tap, ona ərə get. Leylanın rəfiqəsi Ləman ona deyir: Leyla, sən gözəllik salonunda işlə. Orada qazanmaq olur və orada işə düzəlmək üçün tanışa, savada və digər şeylərə ehtiyac yoxdur. Gəl sən gözəllik salonunda işləmək yolunu seç. Bu çox yaxşı bir işdir. Bütün bu söhbətlərdən sonra Leyla özünə qapanır. Otağında oturub təkcə ağlayır. Çünki onun özü-özünə yazığı gəlir. Öz potensialını bilir, amma valideynlərinin kasıb olduğuna görə o arzularının üstündən xətt çəkmək istəmir. Valideynləri kasıb olduğu üçün o nə gözəllik salonunda işləmək istəmir, nə də ərə getmək istəmir. Leyla özünü daxilən alçaldılmış, əzilmiş hiss edir. Çünki o valideynləri kasıb olduğu üçün arzularından xətt çəkməlidir. Başa düşür ki, perspektiv yoxdur. Fikrini dağıtmaq üçün televizora baxır və televizorda deyilir ki, ölkəmizdə qadınlar üçün çox yaxşı şərait yaradılıb, biz Nigarın, Həzərin, Tomrisin nəvələriyik.